İlaxır çərşənbə macəraları. Murad Novruz bayramı ərəfəsində İlaxır çərşənbədə babası ilə birlikdə rayona, əmisi ilə qonaq getmişdi. Əmisi oğlu Ayxan ilə birlikdə Novruzu qeyd edəcəklər. Murad maşından düşür, hamı ilə salamlaşıb görüşür. Salam Murad, xoş gəlmisən. Salam əmi, necəsiniz? Xoş gördük Murad, gəl içəri keç. Necəsən bibi? Salam Murad, axır ki gəldin. Salam, gəldim, çatdım. Bu Novruzu yenə səninlə birlikdə keçirəcəyik. Murad, yoldan gəlmisən. Keç əllərini yu, sonra içəri gedib yemək ye, çay iç. Dincələndən sonra çıxarsınız çölə, oynayarsınız. Birazdan keçəlinə Kösada gələcək, tonqal qalanacaq. Murad əllərini həyətdə sabunla yuyub, Ayxanla birgə girir içəri. Qonaq otağına keçəndə stolun ortasında böyük xonça görür. Xonçanın ortasında qırmızı lentli səməni, ətrafında şəkərbura, paxlava, qoğal, qoz fındıq, idə, rəngli yumurtalar və rəngarəng şamlar var. Sən yeməyini ye, gəl həyətə. Biz tonqal üçün hazırlıq edirik. Murad yeməkdən sonra tez gödəkçəsini geyinib çölə çıxır. Həyətdə əmsi samavar çayı, bibi isə bayram süfrəsinə yemək hazırlayırdı. Murad darvazadan çölə çıxanda görür ki, həyətdə uşaqlar tonqal üçün taxta yığır və gətirib tonqal qururlar. O da Ayxana qoşulub tonqal qurmağa kömək edir. Yavaş-yavaş şəhər qarışırdı. Tonqal artıq hazır idi. Uşaqlar hamısı tonqalın ətrafında həyətdə idilər. Muradın babası tonqalı qalayır və bütün uşaqlar sevinir. Sonra uşaqlar xorla Kösanı çağırmağa başlayır. A Kösa gəlsənə, gəlib salam versənə, çömçəni doldursana, Kösanı yola salsana. A uyruğu, saqqalı it quyruğu, Kösan bir oyun eylər, quzunu qoyun eylər, yığar bayram xonçasın, hər yerdə düyün eylər. Novruz bahara, gülər nübara, bağçamızda gül olsun, bülbül olsun. Bal olmasın, yağ olsun, evdəkilər sağ olsun. Xanım dursun ayağa, Kösaya pay versin ağa. Kösa, hardan gəlirsən? Dərbənddən. Nə gətirmisən? Alma. Almanı neylədin? Satdım. Pulunu neylədin? Öküz aldım. Öküzü neylədin? Vurdum, öldü. Canın sağ olsun Kösa, başın sağ olsun Kösa, ərşin uzun bez qısa, kəfənsiz ölməz Kösa. A Kösa gəlsənə, gəlmisən meydana sən, almayınca payını çəkilmə bir yana sən. 5 yumurta payındır, olmaya almayasan. Mənim Kösam oynayır, gör necə dingildiyir. Ona qulaq asanın qulağı cingildiyir. Mənim Kösam canlıdır, qolları mərcanlıdır. Kösama əl vurmuyum, Kösam 2 canlıdır. Əmir böyük başında, qələm oynar qaşında. 155 yaşında, lap cavandı Kösa. Tonqalın hündürlüyü biraz enən kimi uşaqlar tonqaldan tullanmağa başlayırlar. Murad, bax, bu qapıya ilk papaq atacağıq. Uşaqlar hamısı papağı atıb, qaçıb gizlənirlər. Murad yaxşı gizlənə bilməmişdi. Qapını açan nənə Muradı ağacın dalından görür. Gülümsünüb evə girir və dolu papaqlarla çıxıb Murada tərəf baxaraq deyir. Bala, gəlin götürün papaqlarınızı. Sonra qapını bağlayıb içəri girir. Hərə öz papağını gizlincə qapının önündən götürüb içindən şəkərbura, paxlava götürüb yeyə növbəti qapıya yollanırlar. Beləcə bir neçə qapıya papaq atandan sonra tonqalın ətrafına gəlib papaqdakı konfet, meyvə, paxlavanı yeyə deyib gülürlər. Ayxan, mənə az qala görmüşdülər. Sən də heç gizlənə bilmirsən. Neyniyim? Bacardığım budur da.
Əziz dostumuz, daha çox öyrənmək və əylənmək üçün bizim kanala abunə olun və ən yeni videolardan ilk siz xəbərdar olasınız deyə zəng düyməsinə basmağı unutmayın.